Hamıya salam, bu videoda Amerikada məktəbdə keçən bir günümü göstərəcəm. Səhər yeməyini yeyəndən sonra evdən çıxıb məktəbə doğru gedirəm. Məktəbə çatandan sonra əşyalarımı lokerə qoyub sinifə gedirəm. Amerikada necə pulsuz şəkildə təhsil aldığım haqqında bütün suallarınıza cavab verə bilmək üçün bir webinar keçirəcəm və qeydiyyatdan keçmək üçün Dilbil səhifəsinə yazaraq formu əldə edə bilərsiniz. Birinci dərs Amerika ədəbiyyatı dərsi idi. Boş vaxtımız qaldığı üçün müəllimlə çölə çıxıb beyzbol, sonra basketbol oynadıq. Sonra səhər yeməyini yeməyə gedirik və məktəbdə verilən yeməklər pulsuz olur. Burada isə yarım saatlıq əlavə bir dərsdir. İstənilən müəllimə qeydiyyatdan keçib onun əlavə dərsinə qoşula bilərik. Növbəti isə 12-ci siniflərə özəl olaraq keçirilən bir dərsdir. Finans, universitetlər və gələcək həyat haqqında hər şey öyrədilir. Bu isə günorta yeməyi fasiləsidir. Növbəti dərs isə riyaziyyatdır. Və axırıncı dərsim rəsm dərsi idi. Dərslər bitəndən sonra kofe alıb məktəbin yanındakı parka getdim, oraları gəzdim, sonra da evə qayıtdım. Və bununla da məktəb günüm bitmiş olur.